Xəzər sahilində yerləşən Seabreeze Resort yay mövsümünü yenilənmiş infrastruktur və geniş tədbir proqramı ilə qarşılayır. Bu məqsədlə ərazidə çimərlik zonaları genişləndirilib, yeni hovuzlar, uşaq meydançaları və müxtəlif istirahət məkanları istifadəyə verilib. Bizim əməyimizin nəticəsi əsasən yay mövsümündə görünür. Amma əslində biz il boyu çalışırıq. Mövsüm bitən kimi növbəti yay üçün hazırlıqlara başlayırıq. Bütün tikinti və yenilənmə işlərini payız, qış və yaz aylarında həyata keçiririk ki, yayda qonaqlarımız üçün narahatlıq yaranmasın. Hazırda inşa etdiyimiz və ilkin olaraq Dream Arena adlandırılan məkan gündəlik 50.000 tamaşaçı qəbul edə biləcək. Seabreeze-də yay mövsümü ərzində konsert proqramları, DJ gecələri, idman yarışları və beynəlxalq festivallar təşkil olunacaq. Mövsümün əsas tədbirlərindən biri isə iyul ayının 23-dən 26-sına dək keçiriləcək Dreamfest 2026 beynəlxalq musiqi festivalıdır. Festivalda MDB, Avropa ölkələri, Türkiyə, Böyük Britaniya və Kanadadan 50-dən çox sənətçi iştirak edəcək. Səhnədə Aygün Kazımova, Zülfiyə Babayeva, Faiq Ağayev, Nikol Scherzinger, Timothy, Johnny, Mot, Yegor Krid və digər məşhur ifaçılar çıxış edəcəklər. Festival çərçivəsində Müslüm Maqabayevin xatirəsinə həsr olunan xüsusi gecə və Super Hit Day proqramı da təşkil ediləcək. Kurort ərazisində idman və əyləncə infrastrukturu da genişləndirilir. Hazırda futbol arenasının tikintisi davam edir. Planlarımız arasında buz arenasının yaradılması da var. Biz artıq Luna Park layihəsi çərçivəsində kiçik qapalı buz meydançası da tikmişik və o 2 həftədən sonra açılacaq. Həmçinin yaxın zamanda 10 hektarlıq Disneyland tipli böyük əyləncə parkının tikintisi ilə bağlı sənədləri imzalayacağıq. Paralel olaraq padel mərkəzi və tenis akademiyası da yaradılır. Bu yay Seabreeze-də ilk dəfə beynəlxalq Humor Fest festivalda keçiriləcək. Layihə çərçivəsində məşhur KVN komandalarının yenidən bir araya gəlməsi planlaşdırılır.